Hakan Fidan sadə bir şəxs deyil. Uzun illər MİT-ə rəhbərlik eləmiş, dərin dövlətin tanıyan və qəbul edilən bir şəxslərdən biridir. Hakan Fidanın dilindən bu sözlərin çıxması İran üçün nə deməkdir? Bilirsiniz, Hakan Fidan bir mənada az qala açıq ifadə edib ki, qardaş, bax, sən bizim təhlükəsizliyimizə təhdid və təhlükə yaradacaqsansa, İran ərazisində 40 milyona yaxın Azərbaycan türkü yaşayır. Düzdür və o Azərbaycan türkünün həm Azərbaycana, həm Türkiyə münasibətdə bəllidir. Yəni, sən burada 3-5 nəfəri pulla alıb, dırnaqarası din pərdəsi altında aldada bilərsən, 3-5 nəfər. Amma biz istəsək orada milyonlarla insanı təşkilatlandıra bilərik. Deyir, o atalar söz var, deyir, döymə taxta qapını, döyməyib dəmir qapını məsələsi. Yəni, Hakan Fidan və ümumiyyətlə Türkiyə mesaj verir. Qardaş, bizim təhlükəsizlik məsələlərimizi nəzərə alın. Bizim o təhlükəsizlik, nə deyək, qayğılarımızı nəzərə alın. Məsələn, Trump bugün nə deyir? Trump deyir ki, məsəl üçün, Rusiyanın Ukraynadakı təhlükəsizlik maraqları nəzərə alınmalıdır. Onun haqqıdır Ukraynada təhlükəsizlik maraqlarını təmin eləmək. Elə də bütün dünya qəbul eləməlidir ki, İraq, Suriya, Türkiyənin təhlükəsizlik maraqları var, təhlükəsizlik belə deyək, ehtiyatlılığı var və o nəzərə alınmalıdır və hamı ondan hesablaşmalıdır. Ki, qardaş, düz eləyir də, kimin qonşusunda xaos olsa, özbaşınalıq olsa, o dövlət müdaxilə eləyər və qonşuluğunda sabitliyin və sakitliyin olmağını istəyər. Məsələn, Amerika, Trump, Meksika hökuməti qarşısında şərt qoyur ki, filən insanları, narkotacirləri tutacaqsan, mənə təhvil verəcəksən. Niyə? Bu, sənin nə hüququn var, məsələn, Meksikanın daxili işinə qarşısan? Deyil, çünki sənin oradakı o narkotacirlərinin fəaliyyəti Amerika vətəndaşlarının zəhərlənməyinə gətirib çıxardır. Görürsünüz, öz qonşusundakı hətta kriminal vəziyyətə müdaxilə edir bir mənada. Onda Türkiyə necə eləməsin? Məsələn, biz bilirik ki, Suriyada 60-70 minlik bir terrorçu ordusu yaradıb Amerika. Yəni, müxtəlif müasir silahlar verib onlara, ağır texnika verib, atıcı silahlar verib və maliyyə təminatı ilə təmin edir. O regionda çıxan neftin, qazın satışında onlara dəstək verir. Orada milyonlarla maliyyə gəlir və Türkiyə buna nə qədər göz yummalıdır? Baxın, ona görə Türkiyə deyir ki, xatırlayırsa Öcalan müraciət elədi ki, PKK konqres çağırsın və ləğv eləsin özünü, buraxsın. Öcalan o qurucu lider kimi və Əşşara o müraciətdən sonra dedi ki, YPG də müraciət elədi ki, bəli, biz sivilləşməyə hazırıq. Biz güya ki, yəni güya Öcalanın o çağırışını istifadə edib Suriyada. Əşşara da konkret dedi ki, silahı yerə qoymaqdan başqa YPG-nin heç bir yolu yoxdur və biz heç bir şərtlərlə razı deyilik. YPG silahı qoyacaq və salam. Yəni, bu istəyir Öcalan müraciət eləsin, istəyir kim eləsin, biz öz ərazimizdə bir silahlı qüvvə qəbul eləyəcəyik. Suriya dövlətinin hərbi qüvvələri, bura təhlükəsizlik qüvvələri, ordusu və digərləri də. Yəni, Suriya dövlətinin rəsmi strukturu olmayan heç bir silahlı qruplaşmaya imkan verilməyəcək. İstər YPG olsun, istər Hizbullah olsun, istər kim olur olsun. Yəni, Əşşara da əslində bu mesajı həm də Türkiyə ilə koordinəli şəkildə verir. Yəni, YPG müxtəlif formasiyalarda özünün varlığını, silahlı varlığını qorumağa çalışır. Amma Türkiyədə, həm də Suriya dövlətdə bu məsələdə prinsipialdır, geri addım qoymayacaqlar. Əgər YPG də bu məsələni uzatsa, yəqin ki, Suriya ordusunun, artıq Suriya rəsmi ordusunun ora müdaxiləsi qaçılmaz olacaq. İstəyir bunun arxasında Amerika dursun, istəyir kim dursun. Məsəl üçün, indi Türkiyə Amerika ilə razılaşmağa çalışır ki, sən YPG-dən siyasi dəstəyini çək, mən öz sərhədimdə sabitlik yaradım. Amma Əşşaranın Amerika ilə hesablaşma kimi bir belə deyək, borcu yoxdur. Niyə? Çünki Əşşara Suriyanın rəhbəridir və öz ərazisindəki daxili sabitliyi təmin eləmək onun hüququdur. Yəni, Amerika gəlib ona müdaxilə edə bilməz. Türkiyə nəsə deyə bilər ki, sən qonşuya müdaxilə edirsən, filan beşmikə. Amma Əşşaraya nə deyəcək? Rəsmi Suriya hökumətinə nə deyəcək? O baxımdan da mən düşünürəm ki, YPG-nin heç bir şansı yoxdur.